Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə köməkçi nitq hissələrinə aid suallara baxacağıq və eyni zamanda iki mətn tapşırığı işləyəcəyik. Nəzərinizə çatdırım ki, 9-cu sinif OTK vəsaitində sınaq 5 işləyirik. Sınaq 1, 2, 3, 4 artıq kanalımızda mövcuddur, rahatlıqla baxa bilərsiniz. Modal sözlərlə bağlı məntiqi ardıcıllığı müəyyənləşdirin. Əvvəla və xülasə bildiyiniz kimi nədir? Ümumiləşdirmə bildirən modal sözdür. Və elə bil, bilirsiniz, elə bil sanki güya bənzətmə olsun ki, güman, şübhə, həqiqətən təsdiq, məncə fikrin mənbəyini bildirir. Beləliklə isə bu cərgəyə daxildir, çünki o da ümumiləşdirmə bildirir. Nümunədə yalnız qrammatik mənası olan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Ay qardaşlar, hamı düşünür ki, sanki həmin parçalar mənim günahımdan bazada ilişib qalıb. İnanın, mənimlə əlaqəsi yoxdur. Birinci ay nidadır, 5. 2 bağlayıcıdır, iki cümlə arasında işlənib, iki cümləni bir-birinə bağlayır, vergüllə işlənib. Sanki vergülsüz işlənən modal söz nümunəsidir. İndi deyəcəksiniz, bəs bunun əvvəlində vergül var axı. Buradakı vergül kiyə aiddir, sanki aid deyil. Daha sonra burada mənim ilə əlaqəsi yoxdur, kim ilə mənimlə gördüyünüz kimi qoşmada işlənib. 5, 2, 4, 1 cavabımız D variantı. Cədvələ əsasən biri doğru deyil. Elə bil sanki modal sözləri elə bil sanki sözlərin modal söz deyil. Bu səhvdir. Amma qabağından səhv olduğunu yazıb. Olduqca maraqlıdır cümləsində ilk söz ədatdır. Bəli, dərəcələnməyə xidmət edir. Sifətin əvvəlində gəlib. Bu düzdür. Qabağından düz yazıb. Səhərədək oxumuşdu cümləsində qoşma var. Bəli, dək sözə birləşik yazılan qoşmadır. Bu da düzdür. Qarşısına da düz yazıb. Körpəcə uşaqlar sevinirdilər cümləsində ədat var. Burada körpə sifətinə artırılan cə, ümumiyyətlə cacə əsasən sifəti artırılanda xırdaca, zorbaca, körpəcə bunlar həqiqətən də nə olur? Ədat olur və dərəcələnməyə çoxaltma dərəcəsinə xidmət edir. Amma fikir verin, ədat olsa da qabağına yazıb yanlış. Deməli, bu doğru deyil, cavab D. Bu mənzərə çox gözəldir cümləsində ədat var. Çox sözü sifətin əvvəlində gəldikdə ədat olur, düzdür, qabağından da düz yazıb. Nümunələrdən birində köməkçi nitq hissəsi ilə bağlı vergül düzgün işlədilməmişdir. Sən çıxdın qarşıma duzla çörəklə, düzdür, burada ilədən sonra sadalama var deyə bunu işlədib. Yoxsa ilədən sonra deyək ki, vergül istifadə olunmur. Biz əlbəttə vətən uğrunda şəhid olanları unutmamalıyıq. Əlbəttə modal söz olduğuna görə hər iki tərəfdən vergül qoyulub cümlə ortasında. Sən də afərin, bunu vaxtında həll etdin. Afərin nidadır, sözün, daha doğrusu cümlənin ortasında gəldiyinə görə hər iki tərəfdən vergül qoyulur, düzdür. Gəlmədi, çünki biz ona məlumat verməmişdik. Çünki də yalnız əvvəldə vergül düzdür, özündən sonra vergül olmaz. Deməli, bu səhvdir. Halbuki indi o da, biz də bunu gözləyirdik. Burada da sadalama olduğuna görə vergüldən istifadə olunubdur. O gələn şagirdlə səncə maraqlandı ki, cümləsinin tərkibindəki yalnız qrammatik mənalı sözlər, yəni köməkçi nitq hissələri əsasında uyğun fikirləri müəyyən edin. Şagird ilə burada nədir? Qoşmadır. Səncə nədir? Modaldır. Niyə modaldır? Ona görə ki, hər iki tərəfindən vergül qoyulub və fikrin mənbəyini bildirir. Bir də sonda ki var. Sonda gələn ki sual məzmununu daşıyırsa, bu sual ədatı olan kidir. Bunu da yadda saxlayın. Yəni, o bağlayıcı deyil. Səncə həm leksik, həm də qrammatik mənaya malik olan bir nitq hissəsi kimi düşünülə bilər. Yadda saxlayın ki, uşaqlar, səncə ifadəsi bir ola bilər sən əvəzliyinə qoşulmuş cacə qoşması. Bir də ola bilər bütövlükdə nə? Deyək ki, modal söz. Amma burada bütövlükdə modal sözdür. Çünki hər iki tərəfdən vergül qoyulub. Ona görə mən onu, deyək ki, sən əvəzliyinə qoşulmuş cə kimi, yəni leksik mənalı söz kimi də düşünə bilmərəm. Cümlədə 3 fərqli köməkçi nitq hissəsinə aid söz var. Bəli, ilə, qoşma, səncə, orada modal, ki də sual ədatı. Bu düzdür. Bağlayıcı aid olduğu sözə bitişik yazılıb. Burada bağlayıcı yoxdur. Daha sonra deyir ki, ədat hiss həyəcan ifadə edib. Baxıram, ədatımız kidir. Hiss həyəcandan daha çox sual deyək ki, funksiyası ifadə edib. Bu yanlışdır. Yanlışın altından yazıb götürürəm. Daha sonra deyir ki, vergül işarələri çıxarsa köməkçi nitq hissələrinin sayı dəyişməz. Bu düzdür. Hardan bildim? Çünki uşaqlar, burada nə var? Gəlin bir-bir sadalayaq. Ki, ədat. Lə, şəkilçiləşmiş qoşma.
Bir də var səncə modal söz. İndi burada durğu işarələrini çıxartsan, səncənin hər iki tərəfindən nə baş verəcək? Olacaq sən əvəzliyi, amma C ona artırılmış qoşma olacaq. Fikir verin. Yəni modal sözü çıxdın, onun yerinə başqa bir qoşma gəldi, sadəcə olaraq əvəzliyə qoşulmuş. 2-4, doğru cavab B. Yanlış fikir müəyyən edin. Dadə iki fərqli köməkçi nitq hissəsi kimi düşünülür. Bir ola bilər ədat, bir də ola bilər bağlayıcı. Elə bil sanki digər sözlərdən vergüllə ayrılmır, bu düzdür. İlə sözünün qrammatik mənaları fərqlənə bilər. Bəli, bir bağlayıcı ola bilir, bir də qoşma ola bilir. Yəni ancaq yerinə görə həm fikri qüvvətləndirər, yəni ədat ola bilər, həm də əlaqə yarada bilər. Bəli, həm də bağlayıcı ola bilər. Heç bir çağırış nidasından sonra vergül qoyulmur. Bu yanlış fikirdir uşaqlar, sübut edək. Deməli, əlimizdə belə bir cümlə var. Deyir ki, ey cavan oğlan, hara belə? Üzr istəyirəm. Bu niyə düşməyib? Dayanın, o hərfi düzəldək. Aha. Deyir ki, baxın, nə deyirdi aşağıda? Deyir ki, heç bir çağırış nidasından sonra vergül qoyulur. Bu sizin intonasiyanızdan asılıdır. Sən desən ki, ey cavan oğlan, hara belə? Bu zaman qoyacaqsan. Amma desən ki, ey cavan oğlan, bu zaman burada qoyacaqsan. Fikir ver, fasilə yaransa burada vergülünü rahat qoya bilərsən. Heç kim sənə mane ola bilməz. Deməli, E variantı səhvdir. Altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramında yanlış fikirləri müəyyən edin. Gəlsənə sabah kəndə gedək. Kamil, sabah şəhərə gəlsənə. Uşaqlar, unutmayın. Gəlsənə sözü həm bütövlükdə ədat ola bilər, yəni bütöv formada. Bir də ola bilər ki, gəl feilinə artırılmış sana sənə şəkilçiləşmiş ədatı. Burada əvvəldə işlənib və hər hansı həqiqi hərəkət məzmunu bildirmir. Deməli, bu bütövlükdə ədatdır. Amma fikir verin, burada sondadır. Kamil, sabah şəhərə gəl. Bu cümlənin əsasıdır. Sana sənə nədir? Şəkilçiləşmiş ədatdır və nəyə qoşulub? Feilə qoşulub. Bir əsas bir köməkçi nitq hissəsi bunu bura yazmalıydı. Yanlış yerə yazılıb. Hərəkət bildirmir, bu düzdür. Burada nə etsənə, bu hissə hərəkət bildirir. Oranın da altından xətt çəkib deyə ümumi danışır. Suala cavab vermir. Budur suala cavab verməyən, amma səhv yerdə yazılıb. Bu arada üzr istəyirəm. 2 düzdür, 1 səhvdir, 3 səhvdir, yəni səhv yerdə yazılıb. Gəlin səhvləri götürək, çünki yanlış istəyirəm. Təsriflənən feil ədatla işlənib, bu düzdür. Şəxs sonluğu işlənmişdir. Orada şəxs sonluğu şəkilçisi yoxdur. Sana sənə şəkilçiləşmiş ədatdır. Deməli, 1-3-5 yanlış fikirdir və cavabımız D variantıdır. Nümunələrdən birində ki ədatdır. Mənə dedi ki, sabah gələcək. Burada mənə sabah gələcəyini dedi. İki cümləni birləşdirib bu bağlayıcıdır. Madam ki gələcəkdir, gərək əvvəlcədən xəbər verəydi. Uşaqlar, dilimizdə biri var madam, yəni sadə bir bağlayıcı. Nə bağlayıcısıdır bu? Şərt bağlayıcısıdır. Bir də var madam ki, bu da mürəkkəb şərt bağlayıcısıdır. Bu sadədir, bu mürəkkəbdir. Burada ki-ni ayrı götürə bilməzsən. İndiki uşaqlar qəzet oxumurlar. Buradakı ki şəkilçisi əsasən zaman zərflərinə qoşulub sifət düzəldir. İndiki, sabahki, gecəki, axşamki və s. Sən ki, doğrudan da tapşırığın öhdəsindən gəlirsən. Ki, burada gördüyünüz kimi iki cümləni bağlamır, sadəcə əvəzlikdən sonra işlənib, cümlə bağlama xarakteri yoxdur, şəkilçi deyil, deməli ədatdır və qüvvətləndirir fikri. De ki, bilmirəm, məsələ bitsin. Burada da ki, demək feili, yəni bu bir cümlə hesab olunur artıq, çünki öz xəbəri var. Burada da gördüyünüz kimi iki cümləni bir-birinə bağlayıb və nəticə etibarı ilə nədir? Bağlayıcıdır. Cümlələrin birində cacə nitq hissəsi kimi fərqlidir. Yol boyunca söyüd ağacları əkilmişdi. Yol boyu ilə əvəzləyə bilirsən qoşmadır. Əvəzliyin mənasına görə növlərini öyrənmişik qoşmadır. O, yaşca məndən kiçikdir. Yaşla, yaş ilə məndən kiçikdir. Bu da qoşmadır. Məndə zərrəcə taqət qalmayıb. Zərrə qədər taqət qalmayıb. Gördüyünüz kimi qoşmaları əsasən tapmaq asan olur, çünki sinonimi ilə əvəz edə bilirsiniz.
Quruca canım qalıb, o da vətənə qurban. Az əvvəl nə demişdik? Əsasən sifətə qoşulan ca barədə danışsaq, o nə olur? Ədat olur. Baxın, quru sifətinə qoşulub və ca burada nədir? Ədatdır. Sizə doğru atılmış addımlara doğru münasibət vacibdir. Sizə doğru. Kimə doğru? Gördüyünüz kimi birlikdə suala cavab verir, A-dən sonra işlənib və bu zaman qoşmadır. Birə qoşma olanları saxla. Burada isə doğru münasibət, necə münasibət? Doğru sözü ismin əvvəlində gəlib, onu təyin edir, sifətli ayrılıqda və qoşma və sifət olacaq. Gördüyünüz kimi. Demək, qrammatikamız bitdi, indi isə keçid edək mətn tapşırıqlarına. Atanın arzusu, mətnimiz belədir, gəlin oxuyaq. Bilal kişinin oğlanlarının ikisi də eyni ildə orta məktəbi bitirmişdi. Bilal kişi övladlarının təhsil alması üçün əlindən gələni etmişdi. İndi yeni arzuları vardı. Məktəbi bitirdikdən sonra uşaqlar bir neçə gün dincəldilər. Sonra bir gün Bilal kişi şam vaxtı həyat yoldaşı Şəfiqə xanıma dedi: "Şəfiqə, uşaqlar məktəbi qurtarıblar. Bunları belə qoymaq olmaz. Yarımçıqlıqdan fayda çıxmaz. Mənim bunları ali məktəbdə oxutmağa gücüm çatmaz. Yoxsul babayam. İndi nə isə fikirləşmək lazımdır." Şəfiqə xanım fikrə getdi. Bu vaxt Bilal kişinin kiçik oğlu atasına üzünü tutub dedi: "Ata, ayda 50 manat qardaşıma göndərə bilərsən?" "Yox, Pərviz, gücüm çatmaz. 30 manat bəlkə. Bəs sən nə fikirləşirsən?" "Mən fikirləşirəm, qardaşım getsin oxumağa. Mən də başlayım işləməyə, uşaqlara əlavə dərs keçərəm. Qazandığım pulu göndərərəm Ceyhuna. O ali məktəbdə oxusun, qurtarıb gələndən sonra da mən gedərəm. O mənə pul göndərər. Bəlkə o qədər pul qazandım ki, heç sənin 30 manatına ehtiyac qalmadı." Ailədə hamı bu fikri bəyəndi. Səhərsi gün Bilal kişi bazarın yanından keçərkən qulağına səs gəldi. "Bilal kişi, Bilal kişi." Dönüb gördü ki, onu səsləyən bazarın müdiri Feyzulla müəllimdir. O, Əziz ağanın geniş dükanında oturub, oradan ona əl edir. Bilal kişi könülsüzcə Feyzulla müəllimə tərəf getdi. "Salam Feyzulla müəllim, nə buyurursan?" "Əziz ağa kişi, sabahın xeyir." Feyzulla müəllim: "Səni təbrik edirəm. Eşitmişəm, uşaqların məktəbi yaxşı qurtarıblar. Gözün aydın. Uşaqları göndər, yanıma gəlsinlər, bir söhbət edək." "Nə üçün gəlsinlər müəllim?" "Necə nə üçün? Görüm hansı qanacaqları, bacarıqları var. Bir əməlli iş tapım onlara, sən də bir qədər istirahət elə." "Müəllim, onları işə qoymaq fikrim yoxdur. İstəyirəm uşaqlarım ali təhsil alsınlar." Bilal kişi getdi. Feyzulla müəllim Əziz ağaya: "Görürsən Əziz ağa, camaat necə azğınlaşıb. Buna deyən gərək. Nə edirsən ali təhsil görmüş oğlu? 2 oğlun məktəbi bitirib. Hərəsini bir işə qoy, səni dolandırsınlar. Camaat getdikcə həddini aşır. Verdiyi cavaba bax." Feyzulla müəllim ovqatı təlx qalxıb getdi evinə. Bəzi şagirdlərimiz soruşa bilər ki, müəllim, ovqatı təlx olmaq nə deməkdir? Təlx pis deməkdir. Ovqat da insanın əhvalıdır. Əhvalı pis olub, yəni ki, əsəbləşib onun cavabına durub çıxıb gedib. Bu cür qeyd edə bilərik. Bunu aydınlaşdırdıq. Keçək müzakirəmizə. Deyir ki, fikirlərdən səhv olanı müəyyən edin. Mirzənin böyük oğlunun təklifini hamı bəyənir. Burada deyir ki, ailədə hamı bu fikri bəyəndi. Mirzənin böyük oğlunun adı Ceyhundur. Amma fikir versəniz burada Bilal kişinin kiçik oğlu da atasına təklif eləyən ki, birinci qardaşım getsin, sonra mən gedərəm. Deməli, böyük oğlunun deyil, kiçik oğlunun təklifini hamı bəyənir. Bu səhv. Feyzulla müəllim uşaqların qayğısına qalırmış kimi görünməyə çalışır. Bəli, güya ki, ürəyə yanır, deyir ki, gəlsinlər, bazarda onlara iş verim. Amma sən görürsən ki, bu adam biraz daha kobuddur. Bunun məqsədi nədir? Başqa. Feyzulla müəllimlə Bilal kişinin dünya görüşü fərqlidir. Bəli, Bilal kişi düşünür ki, övladları boş durmamalıdır, oxumalıdırlar, savadlı olmalıdırlar. Amma Feyzulla müəllim deyir ki, neyinirsən, oxumağı? Qoy getsinlər, işləsinlər, sənə baxsınlar. Övladı deməli baxıcı kimi görür, adam baxan kimi görür. Bilal kişinin maddi vəziyyəti zəifdir. Bəli, ona görə də 30 manat düzəltmək onun üçün çətin görünür. Ata övladlarının ali təhsil almasını arzulayır, bu da düzdür, elə bundan ötürü də oturub qara-qara fikirləşir. Mətnə görə nəyi ehtimal hesab etmək mümkündür?
Ehtimal bilirsiniz, dəqiq olmayan bir şey haqqında istifadə olunur. Əzizağa Bilal kişinin yaxın qohumudur. Belə bir fikir səsləndirmək olmaz, çünki Əzizağa və Bilal kişi hər hansı bir münasibətdə özlərini biruzə vermirlər. Bilal kişi təhsilin əhəmiyyətini anlayır. Bu həqiqətən də düzgün hesab olunan bir fikirdir. Biz burada görürük ki, o deyir ki, uşaqlar məktəbi qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçıqlıqdan fayda çıxmaz. Mənim bunları ali məktəbdə oxutmağa gücüm çatmaz, yoxsul babayam, indi nə isə fikirləşmək lazımdır. Deməli, mən buradan konkret bir fikir çıxara bilirəm ki, o adam həqiqətən təhsilə əhəmiyyət verir. Bu konkret bir faktdır. Bilal kişinin oğlanlarının məktəbi bitirdiyini bir neçə adam bilirdi. Bu da konkret bir faktdır. Çünki deyir ki, səni təbrik edirəm, eşitmişəm uşaqların məktəbi qurtarıblar. Feyzullah müəllimlə Bilal kişinin münasibətləri yaxşı deyil. Biz bunu hardasa ehtimal edirik. Nəyə görə? Çünki deyir ki, orada Bilal kişini çağırır Feyzullah. Deyir ki, Bilal kişi könülsüzcə, yəni ayağını sürüyə-sürüyə, ürəyi istəmədən gedir onun yanına. Hardasa ehtimal edə bilərik ki, deməli onların arasında nəsə söz-söhbət olub, ona görə araları yaxşı deyil. Nə qədər iş təklifi də etsə. Yəni bunu ehtimal edirik ya, biz də əmin deyirik ki, bu həqiqətən belədir ya yox. Əzzağa bazarın müdürü idi, belə bir fikir yoxdur. Ona görə ki, deyir, onu səsləyən bazarın müdürü Feyzullah müəllimdir. Əzzağa yox, Feyzullah müəllimdir bazarın müdürü. Daha sonra mətn əsasında sxemi tamamlayan fikirləri müəyyən edin deyir. Baxaq. Bilal kişinin arzusu bu idi ki, övladlarını ali təhsilli görsün, nəticədə uşaqların ali məktəbdə oxutmaq üzərində düşünürdü. Bəli, həqiqətən bunu istəyir. Orta məktəb təhsilini yarımçıqlıq hesab edirdi. Bəli, ali məktəbə yollayırdı ondan ötürü də. Uşaqların ali təhsil alması Şəfiqə xanımın məsləhəti idi. Xeyr, Bilal kişinin öz məsləhətidir. Bilal kişi uşaqları Feyzullah müəllimin yanında işə qoymaq istəyirdi. Xeyr, Bilal kişi istəmir, əksinə deyir ki, mən onların işləməyini yox, hələ də oxumalarını istəyirəm. Ali təhsil almaq Pərvizin uşaqlıq arzusu idi. Belə bir fikir səsləndirilmir mətndə. 1-2 düz olacaq. Qarşısında üçbucaq işarəsi qoyulmuş dialoq parçasındakı məlumat əsasında Bilal kişinin hansı xüsusiyyətlərini müəyyən etmək olar. Burada deyir ki, məktəbi qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçıqlıqdan fayda çıxmaz. Mənim bunları ali məktəbə oxutmağa gücüm çatmaz. Yoxsul babayam. İndi nə isə fikirləşmək lazımdır. Deməli, bu adam maarifçidir. Maarifçi kimə deyirlər uşaqlar? Gəlin, bu barədə danışaq. Maarifi sevən, yəni təhsilə, təlimə, tərbiyəyə önəm verən insan. Biz görürük ki, o həqiqətən önəm verir. Tələbkar odur ki, bir şeydə dirənsin, tələb etsin. Belə bir şey yox. Qənaətçil odur ki, məsələn, çox xərcləməsin, çox bir şeydən istifadə etmir. Məsələn, mənim bir qələmim var. Mən gündə bir qələm almaq yerinə ondan istifadə edirəm. Qənaətçiləm. İşgüzarlıq daim işləmək deməkdir, yəni işlə başını qatmaq. Belə bir şey yox. Uzaqgörənlikdə müdriklik mənasına gəlir, düzdür. Çünki adam təhsilin əhəmiyyətini başa düşür, ona görə elə deyir. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən biri ilə konteksə uyğun yaxın mənalı söz yoxdur? Gəlin başlayaq. Birinci səsləmək var. Deyir, onu səsləyən bazarın müdiri Feyzullah müəllimidir. Səsləmək çağırmaqdır. Deyir, yolu elə sürətlə keçdi ki, onu çağıran qadını eşitmədi, onu səsləyən qadını eşitmədi. Bu düzdür. Sonra qazandım. Deyir, bəlkə o qədər pul qazandım ki, pul qazanmaqdan danışır. O neçənci idi? 4 idi. Deyir, Kərim əldə etdiyi qazancı kəndə göndərdi. Əldə etmək, qazanmaq mənasına gəlir elə. Bu da onlar bir-birini əvəzləyər. Daha sonra deyir ki, mənim bunları ali məktəbdə oxutmağa gücüm çatmaz. Buradakı güc uşaqlar insanın əcələsinin gücü deyil ki. Deyirsən ki, mən bu daşı yerdən götürə bilmirəm, çünki mənim gücüm çatmır. Həqiqətən də bir enerjidən, gücdən, bir ağırlıq qabiliyyətindən, yəni ağırlıq götürmə qabiliyyətindən danışılır. Amma bu adam deyir ki, mənim pulum yoxdur. O mənada deyir gücüm çatmır. Bu məcazidir. Baxaq,
Biz sürtünmə qüvvəsi ilə bağlı olan mövzunu dünən öyrənmişdik. Burada demək olar ki, fizikaya aid anlayışlar var. Fizikadakı güclə mənim gücüm çatmır sözündəki güc eyni deyil, məcazidir biri. O birisi də terminə gedib çıxır. Şəfiqə, uşaqlar məktəbi qurtarıblar. Qurtarmaq burada məktəbi bitirmək mənasındadır. Gəlin baxaq. Həsən kişi işini bitirib, işini qurtarıb, qapını bağladıb. Burada da var. Son olaraq birinci ifadəmiz nədir? Şam vaxtı həyat yoldaşı Şəfiqə xanıma dedi. Uşaqlar, şam sözü amonimliyə malikdir. Şam biri var ki, yanan şam olur. Olur belə. Mən indi belə bir qəribə şam çəkdim. Bu yanır da, düzdürmü? Bu əriyir, yanır, şamdır bu. Bir ola bilər şam ağacı, yəni ağacın növü. Bir də şam, axşam deməkdir. Deyir, onlar axşam yeməyində, yəni şam yeməyində bu məsələni müzakirə etdilər. Gördüyünüz kimi uyğundur. Uyğun olmayan E-dir. Çərçivədə verilən sözlə bağlı doğru fikirləri müəyyən edin. Çərçivədə verilən söz genişdir. Deyir, o Əziz ağanın geniş dükanında oturub oradan ona əl edir. Otağın genişliyindən, mağazanın genişliyindən danışırsa, bu həqiqidir. Miqyası ölçüsü böyükdür, məcazi mənada deyil. Geniş bilirsiniz nə vaxt məcazi olur? Məsələn, deyirsən ki, onun geniş ürəyi var. Sahə etibarı ilə çox böyük mənasında işlənib, bu düzdür. 1, 2, 4. Bu uşağın çox geniş dünya görüşü var. Cümləsində həmin mənaya uyğun, yox, uyğun olmayan söz işlənib. Buradakı geniş sözü dünya görüşü ilə işlənəndə məcazi olacaq. 1, 2, 4, E variantı. Əvvəldə rəqəm yazılmış hansı cümlələrdəki bütün sözlər həqiqidir? Baxaq. Başlayaq 5-dən. Deyir, ailədə hamı bu fikri bəyəndi. İnsanlar nə isə bəyənə bilər. Burada heç bir məcazlik yoxdur, hamısı həqiqi. 4-cü cümlə, qazandığım pulu göndərəcəm Ceyhuna. Heç bir məcazlik yoxdur. 4-ü də götürürəm. 3-də nə deyir? Mən də başlayım işləməyə, uşaqlara əlavə dərs keçərəm. Keçmək feili burada məcazlik özündə ehtiva edir. Keçmək nədir? Məsələn, həqiqi kimi bu məsələn zolaqdır da, düzdürmü? Piyada zolağı. Sən A nöqtəsindən B nöqtəsinə keçid edirsən və belə daha yaxşı olar. Mənim bunları ali məktəbdə oxutmağa gücüm çatmaz. Elə bayaq dedik ki, güc sözü burada məcazidir. Bir də nə deyir? Bilal kişinin oğlanlarının ikisi də eyni ildə orta məktəbi bitirmişdi. Burada heç bir məcazlik yoxdur. 1, 4, 5 götürdük deyəsən. Görün var elə variant. Bəli, C. Mətnin nəticə hissəsi hansı cümlə ilə başlansa, məzmuna uyğun olar. Baxın, ha. Bax, buradır. Nəticə hissə, bax, bir damcı bir yer. Bax, bura deyir ki, bax, bu epizoda sən nə qoyacaqsan cümlə. Burada görürsən ki, Feyzullah müəllim o qatı tək qalxıb getdi evinə. İndi nəsə baş verməlidir də, çünki burada gəlib əsəbləşdi, düzdürmü? Əziz ağaya qayıdıb deyir ki, görmüsən cəmaət necə azğınlaşıb, oxutmaq istəyirlər. Bilal kişi başını buladı və cavab vermədi. Orada Bilal kişi artıq yoxdur. Bilal kişi sözünü deyib çıxıb gedib. Yer üzünün ən yaxşı işi təhsil almaqdır. Orada müsbət bir ifadə kim deyəcək? Feyzullah mı deyəcək? Feyzullah deyir, təhsil nəyə lazımdır? Əzzağa kişi ona baxıb heç bir şey demədi. Hə, bu artıq düzdür, bax. Burada dönür, Əzzağaya tərəf, deyir, Əzzağaya tərəf dönür. Bu qədər söz deyir. Əzzağa kişi də onun üzünə baxsa, cavab verməsə, indi belə cahil adama nə cavab verəsən ki? Cavab verməsə nə olacaq? Feyzullah müəllim də əsəbləşib çıxıb gedəcək, düzdürmü? Böyük oğul diqqətlə atasına baxdı, orada oğullarından heç biri yoxdur. Ata onun fikrinə əhsən dedi, orada da ata kimə nə desin, orada kim var ki, oğlu yox, bir şey yox. Sonra keçək açıq suallarımıza. Deyir ki, ailənin xoşbəxtliyinin əsas təməli qarşılıqlı hörmət və anlayışdadır. Fikrinin doğruluğunu mətnə əsasən əsaslandırın. Deyə bilərik ki, Bilal kişinin kiçik oğlu atasını başa düşür və onlara uyğun olaraq təklif edir. Daha doğrusu onlara uyğun olacaq təklif edir. Burada özüm öz dəftərə yazdığımı oxuya bilmirəm. Təklifə əsasən Pərviz öz qardaşı ilə növbəli təhsil alacaqdır. Bu fikir ailənin hər bir fərdini məmnun edir. Onlar ailəlikcə qərarlarını verərək bir-birlərinə necə hörmət etdiklərini göstərmiş olurlar. Həqiqətən də əhsən ki, balaca qardaş deyir ki, qoy birinci mənim böyük qardaşım getsin təhsil alsın. Ondan sonra o gələr, mən gedərəm. Fikir verin. Həm böyük qardaşına hörmət edir, həm də atasını çətin vəziyyətdə qoymaq istəmir ki, atasının çox xərci çıxmasın.
Mətndə tünd qara hərflərlə verilmiş söz həqiqidirmi, məcazidirmi? Gəlin həmin sözümüzü tapaq. Yoxsul babayam. Yoxsul bir insana aid xüsusiyyət kimi veriləndə, yəni cibində pul olmayan adama deyəndə bu olur həqiqi. Həmin sözü mətndəkindən fərqli mənada işlədin. Həqiqi bir sözdürsə onu məcazi işlədə bilərsiniz. Deyə bilərsiniz ki, düşüncəsi yoxsul insanlar bu həyatın zövqündən məhrumdular. Məsələn, bir insanın düşüncəsi kasıb, yoxsuldursa, o artıq məcazi mənada olacaq. Sonra keçək dinozavrlarla bağlı mətnimizə. Təxminən 180 milyon il qabaq planetimizdə sürünənlər, başqa sözlə desək, reptiliyalar hakimi mütləq idi. Onların sayı o qədər çox idi və onlar o qədər güclü idilər ki, həmin dövr kələzlər dövrü kimi tanınır. Alimlər isə o dövrə mezozoy dövrü deyirlər. Reptiliyalardan ən böyüyü dinozavrlar idi. Onların bəzi növləri yer üzündə nə zamansa yaşayan canlıların ən nəhəngi sayılır. Lakin nəhayətsiz güclərinə, nəhayətsiz sonsuz deməkdir. Sonsuz güclərinə baxmayaraq, təxminən 60 milyon il qabaq dinozavrlar məhv oldu. Çünki kəskin şəkildə dəyişən həyat şəraiti onların mövcudiyyətinə imkan vermədi. İlk dinozavrlar ehtimalən qazdan böyük deyildi və yeriyərkən elə qaz kimi iki ayaq üstə gəzirdilər. Amma zaman keçdikcə onlar böyüyür, ağırlaşırdılar və nəhayət elə bir gün gəlib çatdı ki, artıq ayaqları onları quruda yaşamasını təmin edə bilmədi. Odur ki, dinozavrlar vaxtlarının çox hissəsini çaylarda, bataqlıqlarda keçirməyə başladılar. Su onların nəhəng bədənlərinin ağırlığının əsas hissəsini öz üzərinə götürürdü. Kələzlərdən ən irisi brontozavr idi. O canlıların boyu 20-25 metrə, çəkisi 38 tona çatırdı. Lakin kələzlərin çox hissəsi yenə də quruda qalmışdı. Məsələn, uzunluğu 14 metr, hündürlüyü 8 metr olan tiranozavrın ağır və güclü quyruğu, nəhəng dəhşətli ağzı vardı. Çox güman ki, tiranozavr planetimizin bütün tarixi ərzində ən yırtıcı canlı olub. Bəzi dinozavrlar uçmaq, digərləri üzmək bacarırdı. Lakin onların heç birinin beyni kifayət qədər böyümədi. Bəlkə də elə buna görə də dinozavrlar yer üzündən silinib getdilər. Çünki onların ağlı yeni şərtlərə uyğunlaşmaq üçün bəs etmirdi. Alimlərin çoxu bu fikirdədirlər ki, məhz iqlimin qlobal dəyişikliyi nəhəng kərəzlərin məhvinə səbəb oldu. Bataqlıqlar tədricən quruyur, bu müddətdə dinozavrlar isə daim quruda yaşamağa uyğunlaşa bilmirdilər. Üstəlik yenicə əmələ gələn dağ silsilələri onların yolunu kəsir, yem tapmaq üçün daha uzaqlara getmələrinə mane olurdu. Bundan başqa iqlimin dəyişməsi bitki örtüyünü də dəyişir. Dinozavrların əksəriyyəti bitki mənşəli qida ilə keçindiyindən sadəcə acından ölürdü. Keçinmək bilirsiniz nədir uşaqlar? Dolanmaq. Yəni deyirsən, mənim filan qədər maaşım var, mən bu maaşla keçinirəm. Yəni həyatımı davam etdirirəm. Bax bu cür. Mətnin hər üç tərkib hissəsində verilmiş məlumatı qeyd edin. Mətnin tərkib hissələri nədir? Giriş, əsas, nəticə. Üçündə də olsun. Nəhənglərin nəslinin kəsilməsi, elə yazıqların nəslinin kəsilməsi hər üç hissədə var. Bax, burada deyək ki, sadəcə acından ölür. Bax, burada var. Həqiqətən də deyək ki, burada da məhvinə səbəb olur deyir, nəslin kəsilməsi var. Əsas hissədə zaten elə nəsli necə kəsilib ondan danışır. Giriş hissədə də yenə də danışır bu barədə ki, nə zamansa onlar yaşayıblar, 60 milyon il qabaq isə dinozavrlar məhv oldu. Gördüyünüz kimi demək olar hər abzazda bu məsələyə toxunub. Bir olanları saxlaya bilərsiniz. Suda üzmənin öyrənilməsi bu giriş hissəyə yox, nəticə hissəyə yox, hara aiddir? Bax, bura aiddir. Onlar yavaş-yavaş bədənləri deyək ki, ağırlaşır və nəticədə dünyada adi bir deyək ki, torpaq üzərində dayana bilmirlər. Amma su ağırlığın bir qismini öz üzərinə götürür. Düzdürmü? İndi məsələn, siz artıq çəkili insanlar görə bilərsiniz. Fikir versəniz, onlar çox vaxt yeriyə bilmir. Niyə? Çünki onların ağırlığı adi torpağa ayaq basdıqda daha da onların yeriməsinə mane olur. Ona görə də
Onlar sulara üst tutublar. Bu da hansı hissədə oldu? Deməli, əsas hissədə oldu. 2-ni biz silirik. Bitki mənşəli qidaların yeyilməsi nəticə hissədə qeyd olunubdur. Deyir ki, onlar bitkilərə möhtac qalıblar. Çünki dağlar qabaqlarını kəsib yolları keçə bilməyiblər. 3-ü də silirəm yenə. Dəyişən şərait. Dəyişən şəraiti demək olarmı? Olar. Məsələn, nəticə hissəsində şərait dəyişir, dağlar yaranır, bu yazıqlar heç hara gedə bilmirlər. Sonra, burada da onlar üçün şərait dəyişir, həyat standartları dəyişir yazıqların. Giriş hissədə də yenə də dəyişən şəraitdən danışır. 180 milyon il qabaq deyək ki, nə baş vermişdi, indi nə baş verir? Dəyişən şəraitdir də hamısı uşaqlar. Vaxt dəyişir, zaman dəyişir, şərait dəyişir. Dövrün adlandırılması giriş hissəyə aiddir. Məsələn, orada kələzlər dövrü də deyə bilərik və yaxud da alimlər demişkən mezozoy dövrü də demək mümkündür. O da gördüyünüz kimi giriş hissəyə aid bir bilgidir. 1-4 doğru cavab olacaq. Daha sonra deyir ki, üzərində rəqəm yazılmış hansı ifadələr yerinə görə bir-birini əvəzləyir. Baxaq, planet var, şərt var, sonra hissə var, zaman var, şərait var. Sonra nə var? Dövr. Dövrlə zaman bir-birini əvəzləyir. Bax, onu tutdum. Görürsünüzmü? Dövr, zaman bir-birini əvəzləyir. 1-3 eləyir də, o yox. 1-3 olan variantları saxlayaq. Üzr istəyirəm, bəlkə səhv baxmışam. 1, 3, hə. Bax, 1-3-ü saxlayaq. 1-3 olmayanları silək. Elə cavab ortaya çıxır. 2 ilə də 6-nı dəyişiblər. 6 şərtdir, yeni şərt. 2 nədir? Şərait. Həyat şərtləri, həyat şəraiti, bəli, demək olar. Bax, bir-birini əvəzlədi. Mətnə əsasən müəyyən edin, deyir, nəhəng canlılar yer üzündə 100 milyon ildən artıq yaşamışlar. Bəli, bunlar 180 milyon il qabaq planetimizdə olublar. 60 milyon il qabaq da məhv olublarsa, bu hardasa 100-120 milyon ilə gəlib çıxır. Düzdürmü? Deməli, biri götürürəm. Dinozavrların bəziləri uçmağa da başlayıb, bəli, uçmaq haqqında danışır. Dinozavrların məhv olma səbəblərindən biri onların suda boğulmaları idi. Yoxdur. Yox, çimə bilməyiblər, elə şey yoxdur, mətndə yazmayıb. Yanlışın altından yanlış seçəcəyik. Dinozavrlar yalnız ot yeyirdilər, bu səhvdir. Səhvin altından götürürəm, çünki onlar yazıqlar ota möhtac qalıb. Deyir ki, dinozavrların əksəriyyəti bitki mənşəli qida ilə keçinib və acından ölüb. Deməli, onların əsas qidası o deyil. Bunlar yırtıcıdır. Yuxarıda da yazıb ki, ən böyük tiranozavr var. Məsələn, o yırtıcıdır. Yırtıcı nədir? Ət yeyir. Bitkiləri yırtmayacaq ki. Zaman keçdikdə dinozavrlarda fiziki dəyişikliklər baş verirdi. Bu da düzdür. Zaman keçdikcə, məsələn, onlar əvvəl qaz boyda olub, sonra böyüyüblər, get-gedə nəhəngləşiblər. 1-2-4 variantı. Mətnə görə nəyi fakt hesab etmək olmaz? Dinozavrların dünyada ən yırtıcı canlı olması. Dinozavrların bir növü var, uşaqlar. Deyir ki, çox güman ki, tiranozavr planetimizin bütün tarix ərzində ən yırtıcı canlı olub. Dinozavrların hamısını demirik axı. Burada hamısını deyir, fikir ver. Bu səhvdir. Planetimizdə sürünənlərin hakim olması düzdür, girişdə var. Güclü olmanın nəslin kəsilməsinə mane ola bilməməsi. Bəli, nə qədər güclü olsalar da beyinləri kiçik olduğundan ölüblər. Ağılları kəsməyib də. Kələzlərin çəkisinin 10 tonlarla olması, bəli, 38 tona deyir. Bax, kələzlərdən ən irisi brontozavrdır və bu 38 tona kimi çata bilirdi. Bitki örtüyünün dəyişməsi, bu da düzdür, nəticə hissədə var. Mətndə qarşısında işarə qoyulmuş ifadələrdən hansı məcazidir? Baxaq. Yolunu kəsmək. Kəsmək nə ilənsə, məsələn, qayçı ilə və yaxud da deyək ki, balta ilə nəyisə kəsirsən. Bıçaqla nəyisə kəsirsən. Yolunu kəsmək məcazidir. Kvadrat olanları saxlayın. Nəhəng kələz. Burada həqiqətən heyvanın böyüklüyündən danışır, həqiqi. Güclü quyruğu ola bilər, həqiqi. Bataqlıqlarda keçirmək. Keçirmək ifadəsi nədir? Bax, görürsünüz? Deyir ki, vaxtlarını keçirirlər. Vaxt keçirmək məcazidir. Yeriyərkən, bu həqiqidir, heyvan yeriyə bilər. Deməli, dairəni götürəcəyik. Dairə keçirmək idi, vaxt keçirmək. Mətndə nəhəng canlıların məhv olmasına səbəb nədir? İqlim dəyişkənliyi düzdür. Bax, burada deyir ki, qlobal dəyişiklik, məhz iqlimin qlobal dəyişikliyi onların məhvinə səbəb olub, bir olmayanları silə bilərsiniz.
Hədsiz güclü olmaları, güclü olmaqdan çox beyinlərinin kiçik olmağı idi problem. Relyef dəyişkənliyi, bu düzdür. Relyef necə dəyişir? O ərazinin quruluşu dəyişir, dağ silsilələri yaranır və nəticədə problem olur. Onlar yolu keçə bilmirlər. Otlarla qidalanma düzdür. Otlarla qidalanma bir çoxunu məhv edib, amma əsas səbəb deyil. Digər canlılarla qidalanmaları, əksinə digər canlılarla qidalanmaq onlar üçün ziyafətdir. Çərçivədə verilmiş ifadə hansı cümlələrin tərkibində işlənmiş sözlərdən yaxın mənalıdır? Keçinmək nədir? Dolanmaq həyat şəraitini yaxşı, ən azından bir təhər yola verməkdir. Deyir, hər gün işə gedərkən şıq geyinər, görənləri heyran edərdi. Burada nəsə yoxdur. Çətinliklərə baxmayaraq o bir təhər dolanırdı. Dolanmaq keçinməkdir, bu düz. Nəvələri bir-biri ilə yola getmirdi, keçinmirdi. Bu yola getmək kimləsə mehriban olmamaq, kobud olmaq mənasındadır. İki qardaş bir-biri ilə dolanmır. Yenə görürsüz. Bu bizə lazım deyil. Dinozavrların keçinməsi onların yəni qida tapıb həyatda qalmasıdır. İnsan necə ki keçinir, onlar da elə. Kərim baba naxırı otarar, aldığı məvaciblə yaşayar, yəni keçinərdi. 2-5 doğru cavab olacaq. Mətnin sonuncu abzasının məzmunu ilə bağlıdır. Dinozavrların acından ölməsi, dağ silsilələrinin yollarını kəsməsi, bəli, eyni zamanda qida tükənməsi də var. Bax, deyir ki, yenicə əmələ gələn dağlarda onların yolunu kəsir. Digər tərəfdən də bitki örtüyü də dəyişir və əksəriyyəti bitki mənşəli qida ilə keçindiyindən sadəcə acından ölürdü. Gördüyünüz kimi qida tükənməsi də baş verir. Göllərin quruması yazmayıb, üzməyi öyrənmək yazmayıb. Üzgüçülük müəllimi lazım imiş, eləmi? Yoxdur. Daha sonra 29-30-a gəlin bərabər baxaq. Mətnə əsasən belə hökm vermək olar. Doğrunu seçməliyik. Planetdə baş vermiş ekoloji çirklənmə canlıların yaşamasını mümkünsüz edib. Orada da insan yox idi, onun üstünə ataq ki, sən yerə zibil tulladın, ona görə ekoloji çirklənmə olub. Ekoloji çirklənmə əsasən insan əməli nəticəsində olan bir hadisədir. Dinozavrlar yerə zibil tökən deyil ki, onların atdığı deyək ki, artıqlarda təbiətə xeyirdir əksinə. Dinozavrlar arasında yaşamaq uğrunda mübarizə onların məhvinə səbəb olub. Onların öz arasında bir-birini qırması, batırması mətndə verilməyibdir. Yeni təbii şəraitə uyğunlaşa bilməmək nəhəng canlıların məhv olmasına səbəb olub. 3 düzdür. Niyə düzdür? İqlim dəyişikliyi, bataqlıqların quruması, dağ silsilələrinin yaranması, dinozavrların yeni həyata uyğunlaşa bilməməsi onların məhvinə səbəb olub. Dinozavrlar qida üçün başqa yerlərə gedə bilməmiş, bataqlıqlarda da məskunlaşa bilməmişdilər. Fikir ver, məhv olmağını izah edirsən. Təbii şərait canlıların fiziki cəhətdən dəyişməsinə təsir edir. Bəli, bu tamamilə düzdür. Əvvəllər quruda məskunlaşan dinozavrlar çox kiçik həcmə malik olublar. Getdikcə ağırlaşmaları, cüssələrinin artması onların bu ağırlığını ayaqlarının daşıya bilməməsi ilə nəticələnir. Yəni, ayaqları artıq çəkini daşıya bilmir. Bu səbəbdən su hövzələrinə üz tutan dinozavrlar təkamül prosesindən, inkişaf prosesindən keçərək fiziki cəhətdən nə etmiş olur? Dəyişikliyə uğramış olur. Razısınız? Məncə həm. Sağ olun, salamat qalın.